Ağ Ev rəhbərinin bu açıqlamaları Xameneyinin ixtişaşların alovlanmasında Trampı ittiham etməsindən sonra gəlib. İranın dini lideri aksiyalarda insanların ölməsinə görə Donald Trampın təqsirli olduğu fikrindədir. Xameney Ağ Ev rəhbərinin hərbi dəstək vədi ilə nümayişçiləri həvəsləndirdiyi qənaətindədir. Hətta o, Amerika Birləşmiş Ştatları və İsrailin bəzi iştirakçıları maliyyələşdirdiyini, təlim keçdiyini belə deyib. Amma inkonvenience. İxtişaşların yatırılması kifayət deyil. Birləşmiş Ştatlar məsuliyyətə cəlb olunmalıdır. Biz ölkəni müharibəyə aparmırıq, amma daxili günahkarları cəzasız buraxmayacağıq. Onlardan da betəri beynəlxalq cinayətkarlardır və əsla bağışlanmayacaqlar. İran xalqı ixtişaşların belini necə qırdısa, onları qızışdıranların da belini eləcə qırmalıdır. Bu üsyanda Birləşmiş Ştatlar prezidenti şəxsən birbaşa müdaxilə etdi. O, bəyanatlar verdi və hədələr səsləndirdi. Fitnəkarları irəli getməyə təşviq etdi. Həmin şəxslərə Vaşinqtondan mesajlar göndərərək irəliləmələrini və qorxmamaqlarını söylədi. ABŞ prezidenti özü ixtişaşlara daxil oldu və onun bir hissəsinə çevrildi.